İrəvanda ermənilər arasında son günlərdə baş verən hadisələrlə bağlı sorğu keçirdiblər. Sorğuda iştirak edən ermənilər nifrət dolu açıqlamalarla müsahibə veriblər. Արտարություններին պետք է գործով արձագանքել։ Azərbaycanın açıqlamalarına anında cavab vermək lazımdır. Onlar niyə əvvəl belə danışmırdılar? Çünki biz o vaxt çox güclüydük. Bizim silahlanmağımız, güclü olmağımız lazımdır ki, Azərbaycan bizimlə belə danışmasın. Sorğunun nəticələri göstərir ki, bir çox ermənilər müharibədən qorxaraq sülh istəyirlər. Digər hissəsi isə həmişə olduğu kimi düşmənçilik və anti-Azərbaycan xarakterli bəyanatlar verməyə davam ediblər. Bu insanlar öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Paşinyan Əliyevin açıqlamalarına niyə yüngül cavab verir? Ümumiyyətlə Paşinyan kimdir ki, Əliyevin dediklərinə cavab versin? O heç kimdir, onu sayan yoxdur. Ümidimiz Allaha qalıb. Əgər Azərbaycanlıların dedikləri kimi biz faşist olsaydıq, indi bütün Azərbaycan torpaqlarını işğal etmişdik. Salam əleykum. 20% işğal edib oraları talan eləmişdiniz də. Elə bu sizin faşist olmağınızın nümunəsidir. Վտանգը շատ մոտ է եւ ոչ թե վտանգ կա, այլ վտանգը ամեն պահի մեզ է հետ։ Düşünürəm ki, yeni müharibə getdikcə yaxınlaşır. Müharibənin addımlarını artıq sərhəddə hiss etməkdəyik. Mən başa düşmürəm ki, insanlar niyə yuxudan oyanıb ayağa qalxmaq istəmirlər? Biz dəhşətli müharibədən keçdik. Bu müharibənin nəticəsini bu günə kimi yaşayırıq. Hesab edirəm ki, hakimiyyətdə immunitet yaranıb. Erməni xalqını zombiləşdirməyə, insanları elə vəziyyətə salmağa çalışırlar ki, onlar vuruşub müharibəni dayandıra bilməsinlər. Onsuz da qırılanlarınız Qarabağda qırıldı. Yeni müharibə eləməyə halınız var. Oturub durub dua edin ki, bir də belə bir şey olmasın. Məncə buna görə Paşinyana minnətdar olmalısınız. Mən hərbiçi anasıyam və istəyirəm ki, müharibə sözü bütün dünya lüğətlərindən silinsin. Qoy bir daha Ermənistanda və bütün dünyada müharibə olmasın. İstəyirəm ki, analar övladlarının ölümünə heç vaxt ağlamasınlar. Müharibə həmişəlik həyatımızdan silinsin. Mən bütün dünyada sülhün tərəfdarıyam. Bu övlad sevgisi bunlarda 44 günlük müharibədən sonra başladı. Ümumiyyətlə 44 günlük müharibədən sonra bunlar ayırdılar ki, Azərbaycan 92-dəki Azərbaycan deyil. Onsuz da 3 milyon qalmışıq. Olan qalan da ölsə, Ermənistanda heç kim qalmayacaq. Biraz մի վտանգ տեսնում եք։ Sizcə yeni müharibə təhlükəsi var? Yox təbii ki. Bəs Azərbaycan prezidentinin bəyanatlarını eşitmisiniz? Yox, eşitməmişik. Yeni müharibə təhlükəsi varmı? Allah eləməsin qızım. Müharibə bu yaxınlarda bitdi. Müharibədə nə qədər əsgərlərimiz həlak olduğunu xatırlayanda dəhşətə gəlirəm. Gənclərə yazığım gəlir. Anlayın ki, müharibəni bitirməsək, müharibə bizi bitirəcək. Biz daha bu dəhşətləri görmək istəmirik. Hökumət daha müharibə olmasın deyə mümkün olan hər şeyi etməlidir. Çox pis xəbər verdiniz. Ay Allah, bunlar necə humanist, necə sülhsevər insandır. Mən şokdayım. Այդ նույն խոսքերքը Ղարաբաղ էլ արհնչեց։ Azərbaycan prezidentinin bir neçə il əvvəlki çıxışları barədə deyə bilərəm ki, o Qarabağı qaytaracağını dedi və onun sözlərinə heç kim inanmırdı. Amma gördüyünüz kimi o vədinə əməl etdi. Bugün onlar Qarabağda yaşayırlar. Əgər Nikol Paşinyan eyni siyasəti davam etdirsə, Qarabağın başına gələnlər bizim də başımıza gələcək. Mən sülhə nail olacağımızı düşünmürəm. Ermənistan yavaş-yavaş məhv edilir. Amma insanlar bunun səbəbkarının Paşinyan olduğuna inanmır. Erməni xalqını ölümə itələyirlər. O istefa verməlidir. Yalnız bundan sonra Ermənistan xilas ola bilər. Cənab prezident demişdi axı, bizim sözümüz imzamızdır. Deyəndə inanmırdınız. İndi isə prezidentimizin dediyi hər kəlməni diqqətlə izləyirsiniz. Zəngəzuri միջազգի գիտեք ինչ է։ Siz bilmirsiniz ki, Azərbaycan niyə dəhliz almaq istəyir? Nikol Paşinyan Qarabağı boşqabda təhvil verəndən sonra indi onlar bu yolu eyni şəkildə almaq istəyirlər. Hər şeyin günahkarı Nikol Paşinyan və onun komandasıdır. Sizi inandırım ki, Zəngəzur dəhlizindən sonra Azərbaycanlılar İrəvanı və başqa şəhərləri istəyəcəklər. Bəs bu Ermənistana sülh gətirəcəkmi? Ümumiyyətlə biz bugün sülh şəraitində yaşayırıqmı? Təbii ki, yox. Ermənilərlə Azərbaycanlılar arasında heç vaxt sülh olmayacaq. Mən Paşinyanı dövlət başçısı saymıram. Onun öz hökuməti bizə belə nifrət edirsə, biz Azərbaycanlılardan niyə inciyək? Əgər Paşinyan istefa versə, Azərbaycan Qarabağı dərhal Ermənistana qaytaracaq. Nikol Azərbaycanlılar üçün hər şey edir. O Azərbaycanın agentidir. Paşinyanın istefasının Qarabağa nə dəxli var? Qarabağın sizin olmağı əbədiyyən cəhənnəmə getdi. Bir də o günləri görməyəcəksiniz. Siz qorxun ki, digər əraziləri də geri almayaq. Eşini çək xoş. Bu eşək haqqında heç nə eşitmək istəmirəm. Onu güllələmək lazımdır. Nikol çoxdan Azərbaycanlılara və türklərə satılıb. Bu adamdan yaxşı heç nə gözləmək olmaz. Keçmiş hakimiyyət Qarabağı Azərbaycana qaytaracağına söz verdi, amma qaytarmadılar. Lakin Nikol Qarabağı təhvil verdi. Paşinyan erməni xalqının düşmənidir. Sadəcə onu məhv etmək lazımdır. Əvvəlki hakimiyyət olsun, ya indi.
bizə fərq etmir. Artıq missiya tamamlanıb. Türkiye tahavucu çıkar. Hoş bir tahavucu, hoş Türk var. Türklərlə, Azərbaycanlılarla sülh içində yaşamaq mümkün deyil. Niyə? Çünki hamısı türkdür. Qarabağ onsuz da onların əlinin altındadır. İndi onlar Ermənistanda yaşamağa qərar veriblər. Onlar həmişə Qərbi Azərbaycanda yaşadıqlarını deyirlər. Mümkün olan hər şey etmək lazımdır ki, onlar Ermənistana gəlməsinlər. Elə gələcəyik ki, bir də ayrılacaqsınız ki, qonşuluqda xeyli Azərbaycanlı var. Bax onda bunun üz ifadəsini görmək istəyirəm. Etkan Ereha Zovets, Patras'ın ki... Müharibədə çoxlu əsgərlərimiz həlak oldu. Buna baxmayaraq, bugün Azərbaycanlılara qarşı vuruşmağa və onları məhv etməyə hazır olan çoxlu gənclərimiz var. Paşinyan özünü şərəfsiz kimi aparmamalıdır. Təəssüf ki, biz onun Azərbaycandan necə qorxduğunu görürük. Ümid edirik ki, hər şey yaxşı olacaq. Bütün ömrümüz boyu mübarizə apara bilmərik. Tək Paşinyan yox, hamınız qorxursunuz. Gəncləriniz isə çarəsizlikdən xidmət edirlər. Onlardan olsa çoxdandan qaçarlar ya Rusiyaya ya da ki, digər ölkələrə. Husan kurlav qılır. Əskərlərimiz daha müharibədə ölməməlidir. Erməni xalqının əsas arzusu sülhdür. Biz yalnız sülh istəyirik. Başqa heç nə istəmirik. Bugünlük bu qədər dostlar. Bizə dəstək olmaq üçün videonu bəyənib paylaşmağı unutmayın.